Bizde geri dönmek yoktur. Kim deyib bunu? Seydə Dadaşova. Çox sevirəm də bu xanımı. Həmişə özüdür. Başqaları kimi olmur. Var da bunun qohumu, əqrabaları falan. Hamı belə xarakterləri, xasiyyətləri bir başqadır. Amma Seydə xanım Dadaşova məhz özüdür. Seydə xanım, mən sizi çox istəyirəm. Müğənni Seydə Dadaşova həyat yoldaşı Məhəmməd ilə görüntülərini paylaşıb. Hamı deyirdi ki, bunların evliliyi uzun çəkməyəcək, bunların nikahları uğurlu olmayacaq, tez ayrılacaqlar, nə bilim, bir-birlərinin xasiyyətlərini, xarakterlərini götürə bilməyəcəklər, uyğunlaşa bilməyəcəklər, nə bilim, xasiyyətləri üst-üstə düşməyəcək. Şükürlər olsun ki, Allaha. Maşallah, böyük evladları var bu cütlüyü. Akşam.az xəbər verir ki, sənətçi video sevgi dolu sözlər yazır videoya. Bizdə üzr istəmək vardır. Yalvarmaq əsla. Hə, doğrudan olur da ailədə, məsələn, kişi səhv edəndə həyat yoldaşından üzr istəyir və qadın səhv edəndə belə qarşılıqlı üzr istəmək olur, amma gözəldir. Əsla yalvarmaq yoxdur. Üzr istəmək olar, əlbəttə ki, sevmək vardır, xəyanət əsla, bitirmək vardır, geri dönmək əsla. Və Səydənin bu nigahdan biri olur, dedim ki, var. Bəli, o övladına atası mərhum xalqarçı Rəfail Dadaşovun adını qoyub. Bəli, Seydə xanım öz oğluna Rəfail Dadaşovun adını qoyub. Yenə də deyirəm, Seydə xanım özüdür. Yenə də deyirəm, onun bəzi qohumları var da. Məsəl üçün, məclisdə bir başqa cür olurlar, həyatda bir başqa cür olurlar. Nə bilim, belə də. Amma Seydə xanım həmişə bax, bu bir dönədir. Seydə xanım, mənim həkimim var, kosmetoloq, Şəbnəm xanım, əlaqə nömrələrini burada görürsünüz. Siz də oranı müraciət edə bilərsiniz. Mənim adımı desəniz, ümumiyyətlə güzəştlər bol olacaq. Sara Səfra Bahadurdan məhz bu qədər.